çoxdan tanışıq və Eminlə bərabər elə dostlarım var ki, illər boyu münasibət var. Biz bu yaxından Daşkənddə Fərrux Zakirovun yubileyində bərabər olanda Eminə deyirəm ki, sən Azərbaycan dilində ilk müsahibəni mən almışam. Deyir, hava. Deyirəm, necə hava? Eurovision'a Eldar'dan Nigan gedən lisi. Avtopati olmuşdu, Bulvar tərəfdə, indi orada bir obyekt var, orada konsertlər verirlər. Amma o zamanlar o kapalı bir mekan idi və orada böyük bir parti olmuşdu. Bilanla Nigar'ın hətta dueti orada səslənmişdi. Orada ilk dəfə Azərbaycan dilində müsahibəni Emin'dən mən alıram və mən onda TMB kanalının prodüseri idim. Aparıcımız utancaq idi deyən rəhbər kimi mikrofonu aldım əlimə. İntervyunu onu göstərdim. Bu yaxında hər halda ki post qoyacaq. Və başladı gülməyə ki, biz burada necə cavanıq, necə yaxşılıq, dünyadan xəbərimiz yoxdur. Deyirəm, hə, amma çox gözəllər idi. Mən ümumiyyətlə səmimi dostluqlarımı saxlayıb qoruyan insanım və dostlarından istifadə etməyən insanım. Çünki mənim dostum mənim öz əlimdir. Və bu tək Eminə aid deyil, bu başqa dünya tanınmışlar da var ki, Lalita da onların arasında bir çoxları var. Uçquduq, o vaxt duetimiz də olmuşdu. Ziyad İşxozayev odur, çox adam var ki, münasibətim çox gözəldir, dostluğumuz illər boyu sürür. Amma nə onlar, nə mən bunun üzərindən reklam, PR qazanmırıq. Çünki biz bir-birimiz üçün çox önəmliyik. Sizin xalq artisti Emin Ağalarovla duetiniz. Və bunun açıqlama olur, amma deyilmi? Duet olacaq, nə vaxt olacaq? Olacaq duet var. Üzərində iş gedir, düzün doğru qalsa 3 dənə mahnı veriblər bizə. Hələ ki bəyəndiyimiz mahnı yoxdur. Emin müəllim də, mən də elə düşünürəm ki, bizim oxumaq naminə oxumaqçısı da 3 dənə mahnı oxuyub buraxa bilərik. Biz oxumaq naminə istəmirik. Çünki onun da statusuna, adına yaraşmır, mənim də statusuma, adıma yaraşmır. Biz ikimiz də Worldwide-da olmuş ifaçılarıq. Bizim işimiz elə olmalıdır ki, növbətdə və Worldwide-da düşməlidir.